Salam değerli müəllimlər, axşamınız xeyir olsun. Beləliklə müəllimlər, bugün biz sizlərlə mövzu 9, yəni mexaniki iş güc mövzusuna aid olan testlərin izahına baxasıyıq. Beləliklə vaxt itirmədən keçən sualların izahına. Deməli müəllimlər, birinci sualda bizə deyir ki, şəkildəki cisim K nöqtəsindən L nöqtəsinə gələnə qədər 15 joule iş görür. Buna əsasən F3 qüvvəsi neçə newton olar? Deməli müəllimlər, buradan baxırıq ki, bu cismə 3 dənə qüvvə təsir edir. Bu F2 qüvvəsi hərəkətə perpendikulyar olduğuna görə iş görmür. Digər tərəfdən burada fikir verirsinizsə, cismə sağa doğru F3, sola doğru 12 newton qüvvə təsir edir. Və fikir verirsinizsə, cisim K-dan L-ə gəlib. Deməli, bu F3 qüvvəsi F1 qüvvəsindən böyük olub ki, əvəzləyici qüvvə sağa doğru yönəlib və cisimdə sağa doğru bir yer dəyişmə icra edərək 15 joule iş görüb. Biz də bilirik ki, onda əvəzləyici qüvvənin gördüyü iş F əvəzləyici vurulsun S olacaqdır. Gəlin biz buradan əvəzləyici qüvvəni tapalım. Əvəzləyici qüvvəni tapan zaman əvəzləyici qüvvənin işini bölürük cismin yer dəyişməsinə. Əvəzləyici qüvvənin işi deməli 15-dir, bölünsün yer dəyişməsə fikir verirsə 5 metr yer dəyişmə icra edib. Deməli, əvəzləyici qüvvə 3 newtona bərabərdir və bu cismə təsir edən qüvvələr əks istiqamətdə yönəldiyindən əvəzləyici qüvvəni tapanda çıxırıq və biz dedik ki, F3 qüvvəsi F1 qüvvəsindən nədir? Böyükdür. Onda buradan yazırıq ki, F3 çıxılsın F1 12-dir, bərabərdir. Əvəzləyici qüvvəni isə biz 3 tapmışıq. Deməli, buradan F3 qüvvəsi nəyə bərabər imiş? 15 newtona bərabər imiş. Doğru cavabımız D variantı. İkinci sualda deyir ki, cismə təsir edən qüvvənin cismin getdiyi yoldan asılılıq qrafik verilib. Buna əsasən 0,6 metr aralığında cismin neçə joule iş gördüyünü hesablayın. Deməli, müəllimlər, biz demişik ki, qüvvənin yerdəyişmədən və yaxud yoldan asılılıq qrafikində, həmçinin bu koordinat olsun, fərqi yoxdur. Koordinatdan asılılıq qrafikində, grafikin altında qalan fiqurun sahəsi bizə nəyi verir? Görülən işi verir. Fikir verirsə, burada bir dənə üçbucaq var. İlk öncə bu üçbucağın sahəsini tapalım. Bura A1 deyəcəm onda elə. Bu olacaqdır, mənfi 16 vur 2 böl 2. Eləyəcək mənfi 16 joule. Sonra fikir verirsə, burada bir dənə qrafik var. Bu qrafikin altında qalan sahəni tapalım. Burada A2 deyirəm mən. A2 bərabərdir. Bura isə bir tərəfi gördüyümüz kimi 30-a bərabərdir. Digər tərəf isə 2 ilə 4-ün arası 2-yə bərabərdir. Onda 30 vurulsun 2 böl 2-dən. Bura olacaqdır 30 joule. Bir də fikir verirsə, burada bir dənə düz bucaqlı var. Bu düz bucaqlının sahəsini tapmalıyıq. Bu da buna A3 deyəcəm artıq. A3 bərabərdir. Bu düz bucaqlının sahəsini tapsaq, baxırsınız ki, buranın bir tərəfi 4 ilə 6-nın arası 2-dir, digər tərəf isə 30-dur. 30-u da 2-yə vuranda olacaqdır 60 joule. Və biz ümumi 6 metr aralıqda görülən işi tapmağımız üçün, yəni ümumi işi tapan zaman aldığımız bu işləri olduğu kimi toplayırıq. A1 üstə gəlinsin A2, üstə gəlinsin A3. Bu da bərabərdir. Mənfi 16 üzərinə gəlinsin 30, üzərinə gəlinsin 60. Buradan da alırıq 74 joule. Doğru cavabımız B variantı. Üçüncü sual, cismin güc zaman qrafiki verilib. Bu cismin 0T və T2T zaman aralıqlarında gördükləri işlərin nisbətini tapın. Biz demişik ki, gücün zamandan asılılıq qrafikində də qrafikin altında qalan sahə bizə işi verir. 0T zaman aralığı üçün biz burada görülən işi təyin etsək, bu düzbucaqlının sahəsi olacaqdır. Mən bura A1 deyirəm, yəni bu sahə bizə işi verəcək. Onda bu da düzbucaqlının sahəsidir. Düzbucaqlının baxıram ki, bir tərəfi 2n-ə bərabərdir, digər tərəfi isə t-yə bərabərdir. Onda bu olacaqdır 2n vur t. İkinci qrafikin altında qalan sahə budur. Fikir verirsə, burada bir dənə trapesiya var. Burada da görülən işə mən A2 deyəcəm, bərabərdir. Trapesiyanın sahəsini tapsaq, oturacaqlarının cəminin yarısı vurulsun hündürlükdür. Bu trapesiyanın balaca oturacağı 2n-ə bərabərdir. Üzərinə gəlsin böyük oturacağı gördüyümüz kimi 4n-ə bərabərdir. Üzərinə gəlsin 4n bölünsün deməli 2 vurulsun hündürlük. Hündürlük isə baxın burada t ilə 2t'nin arası t'dir. Buradan da
2n üstəgəl 4n 6n 2-yə də böləndə 3n vur t alınacaqdır. Deməli bizdən də 0t və t2 zaman aralığına gördükləri işlərin nisbətini soruşur. Yəni bizdən A1-in A2-yə nisbətini soruşur. A1-imiz deməli olmuşdu 2n vur t bölünsün A2 isə 3n vurulsun t. Buradan n vur t'lər ixtisar gedir. Nisbət bizə 3-də 2-ni vermiş olur. Doğru cavabımız A variantı. Dördüncü sualla davam edək. Deyir ki, gücü 1.2 kW olan motor 60 kg kütləli cismi sabit sürətlə 6 metr hündürlüyə neçə saniyəyə qaldırar? Deməli bizə gördüyümüz kimi burada gücü verib 1.2 kW-dır. Vata çevirsəm 1000-ə vuraram. Bu bizə 1200 Wattı verər. Sonra kütlə var əlimizdə 60 kg bərabərdir və hündürlük var 6 metrə bərabərdir. Bizdən neçə saniyə qaldırar deyir. İndi biz bilirik ki, gücün düsturu n bərabərdir A bölünsün t'dir. A-nın yerinə isə burada yazacağıq mgh bölünsün t olacaqdır. Buradan biz zaman anını təyin etsək olacaqdır mgh bölünsün n. Verilən qiymətləri düsturda nəzərə alaq. Deməli kütləmiz 60-dır, J-nin qiyməti 10-dur, H-in qiyməti 6-dır, bölünsün gücümüz isə 1200-dür. Deməli bu 2 0 burayla gedir. 6-nı 6-ya vuranda 36, 12-yə də böləndə 3 saniyə olacaqdır. Doğru cavabımız B variantı. 5-ci sual, kütləsi 3 kiloqram olan cismin üfüqi səthdə 10 metr məsafəyə yer dəyişməsi zamanı ağırlıq qüvvəsinin gördüyü iş hesabla 0-dır. Çünki bu üfüqi səthdir, düzdürmü? Baxın, bu olsun bizim üfüqi səthimiz. Tutaq ki, üfüqi səthdəki bir M kütləli cisim sağa doğru gedir, sağa doğru bir yer dəyişmə icra eləyir. Bu cismə də düz mərkəzdən aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Burada qüvvə hərəkətə perpendikulyar olduğuna görə iş 0-a bərabər olacaqdır. 6 nömrəli sual, cismə təsir edən əvəzləyici qüvvə -20 jol iş gördükdə onun kinetik enerjisi 50 jol olur. Cismin başlanğıc kinetik enerjisini soruşur. Deməli müəllimlər burada göründüyü kimi əvəzləyici qüvvənin işi deyir ki -20 joldur. Kinetik enerjisi, son kinetik enerjisi 50 jola bərabərdir. Bizdən başlanğıc kinetik enerjini soruşur, yəni YK0. Deməli biz demişik ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Bu da A əvəzləyici bərabərdir. Kinetik enerjinin dəyişməsi son kinetik enerji çıxılsın başlanğıc kinetik enerjidir. Əvəzləyici qüvvənin işi -20 bərabərdir son kinetik enerji 50 çıxılsın başlanğıc kinetik enerji bizdən soruşulur. Deməli buradan YK0 nəyə bərabər olacaqdır? 50 plus 20-dən 70 jola bərabər olacaqdır. Doğru cavabımız C variantı. 7 nömrəli sual, kütləsi deyir ki 20 kiloqram olan cisim düz xətti bərabər yavaşlayan hərəkət edərək sürətini 30 metr böl saniyədən 20 metr böl saniyəyə qədər azaldıb. Sürtünmə qüvvəsinin gördüyü işi hesabla. Biz bilirik ki, sürtünmə qüvvəsi hər zaman mənfi iş görür. Ona görə cavabımız mənfi olmalıdır. Və biz bunu necə təyin edə bilərik? Deməli, birinci bunun sürəti 30 metr böl saniyədir. Yəni bunun başlanğıc sürəti deyək ki 30 metr böl saniyədir. Son sürəti isə 20 metr böl saniyə olub. Düzdürmü? Deməli, müəllimlər, biz bilirik ki, deməli, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Burada da gördüyümüz kimi cismə sürtünmə qüvvəsi təsir edib ki, bu bərabər yavaş hərəkət edib. Deməli, əvəzləyici qüvvənin işi elə nədir? Sürtünmə qüvvəsinin işidir. Çünki dediyim kimi burada cismə yalnız sürtünmə qüvvəsi təsir edir və bu bərabər yavaş hərəkət edir. Deməli, onda biz belə yaza bilərik ki, deməli, A sürtünmə bərabərdir. YK çıxılsın YK0. Buradan da A sürtünmə bərabərdir. Son kinetik enerjinin yerinə yazıram mv kvadratı bölü 2 çıxılsın. Başlanğıc kinetik enerjinin yerinə mv0 kvadratı bölünsün 2 yazıram. Buradan da sürtünmə qüvvəsinin işi bərabərdir. M bölünsün 2-nin mötərizə xaricinə çıxartsaq
V kvadratı çıxılsın, V0 kvadratı alınacaqdır. Kütləmiz 20 bölünsün 2 vurulsun. Son sürət 20 kvadratı 400 çıxılsın. Başlanğıc sürət 30 kvadratı 900. Buradan mənfi 500 vurulsun ondan mənfi 5000 jol alırıq. Bu da mənfi 5 kilojol olacaqdır. Doğru cavabımız A variantı. 8 nömrəli sual K, L və M cisimlərini şəkildə verilən mani müstəvilər üzrə yuxarı qaldırmaq üçün ağırlıq qüvvəsinə qarşı görülən işləri müqayisə edin. Deməli, ağırlıq qüvvəsinə qarşı görülən iş, yəni hər hansı bir qüvvəyə qarşı görülən iş xarici qüvvənin işidir. Biz də demişik ki, deməli, xarici qüvvənin gördüyü iş sadəcə nəyə bərabərdir? Potensial enerjinin dəyişməsinə bərabərdir. Çünki belə deyək, konservativ qüvvələrin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Amma xarici qüvvənin gördüyü iş sadəcə nədir? Potensial enerjinin dəyişməsinə bərabərdir. Bu da son potensial enerji çıxılsın başlanğıc potensial enerji. Son potensial enerjinin yerinə mg H2 yazıram, çıxılsın başlanğıc potensial enerjinin yerinə mg H1 yazıram. Buradan da biz mg'nin mötərizə xaricinə çıxardanda H2 çıxılsın H1 düsturunu almış oluruq. İndi burada məsələ nədir? Gördüyümüz kimi burada nəyə baxasıyıq? Biz hündürlüyə baxasıyıq. Burada da görürük ki, deməli K cismi nə edir? Nə qədər hündürlük qalxır? 2H qədər hündürlük qalxır. Düzdürmü? Yəni, məsələn, mən K cismi üçün xarici qüvvənin işini yazsam, bu olacaqdır. 2H hündürlüyünə qalxdığına görə 2mgh-dır. Sonra bunu M cismi üçün yazsam, o da fikir verirsinizsə 2H hündürlüyünə qalxır. Ona görə bunun da, burada da xarici qüvvənin gördüyü iş 2mgh-dır. Amma biz bunu L cismi üçün yazanda görürük ki, L cismi H qədər hündürlük qalxır. Ona görə bu olacaqdır sadəcə mgh. Buradan da müqayisə eləyəndə görürük ki, deməli AK bərabərdir AM-ə. O da böyükdür AL-dən. Yəni, belə variant C variantında verilmişdir. 9 nömrəli sual. 50 qram kütləli cisim 80 metr hündürlükdən sərbəst düşür. Axırıncı saniyədə ağırlıq qüvvəsinin gördüyü işi hesablayın. Deməli, bu sərbəst düşür deyir. Sərbəst düşürsə, başlanğıc sürət 0-a bərabərdir. Görək 80 metr hündürlüyü neçə saniyə düşəcək? Sərbəst düşmə zamanı düşmə müddəti T bərabərdir kökün altında 2H bölünsün J'dir. Yəni, bu da kökün altında 2 vurulsun H 80, J də 10'dur, kökdə 16 olacaq. Buradan da çıxır 4 saniyə. Deməli, cisim 80 metr hündürlükdən 4 saniyə düşür. Bizə də deyir ki, bunun axırıncı saniyədə ağırlıq qüvvəsinin gördüyü işi hesabla. Deməli, müəllimlər, bu cisim 4 saniyə 80 metr hündürlükdən düşür dedik. Axırıncı saniyə deyir bizə. Deməli, 4 saniyəyə baxsaq, deməli, bu 1 saniyə, 2 saniyə, 3 saniyə, 4 saniyə. Biz də bilirik ki, sərbəst düşmə zamanı cisim hər saniyədə deməli, nə edir? Yer dəyişməsi 10 artır da. Məsələn, birinci saniyədə 5 metr yol gedir. Deməli, birinci saniyədə 5 metr yol gedir. İkinci saniyədə deməli 10 artırır, 15 metr yol gedir. Üçüncü saniyədə 25 metr və dördüncü saniyədə 35 metr. Bizə də deyir ki, bu axırıncı saniyədə deməli ağırlıq qüvvəsinin gördüyü iş hesabla. Deməli, biz də bilirik ki, ağırlıq qüvvəsinin gördüyü iş deməli mgh-dır. Deməli, bu da bərabərdir. M-imiz 50 qramdır. Kilograma çevirsək deməli, nə olacaqdır? 1000-ə böləcəyikdə. Deməli, bu olacaqdır 5 vurulsun J10, H-ımız da 35. Sıfırların bir ixtisar gedir. 5'i 35'ə vuranda 175, onu da 10'a böləndə 17,5 jol olacaq. Doğru cavabımız C variantı. 10 nömrəli sual. Kütləsi 4 kilogram olan cismin yer dəyişməsinin proyeksiyasının zamanın asılıq tənliyi Sx bərabərdir 3t üstəgəl t kvadrat şəklindədir. İlk 2 saniyə ərzində əvəzləyici qüvvənin gördüyü iş hesablayın. Üzrü sayın müəllimdə bir balaca soyuqlamışam. Deməli, bizdən əvəzləyici qüvvənin gördüyü işi soruşur. Biz də bilirik ki, əvəzləyici qüvvənin gördüyü iş F əvəzləyici vurulsun S-dir.
Gəlin ilk öncə əvəzləyici qüvvəni təyin edəyin. Əvəzləyici qüvvə m vur a-ya bərabərdir. Buradan m-imiz 4, a isə t kvadratının qarşısındakı ədədin 2 mislidir. T kvadratının qarşısında 1 var. 1-in 2 misli bizə 2-ni verəcək. Deməli, əvəzləyici qüvvəmiz 8 Newtondur. Gəlin, deməli, yer dəyişməsini təyin edək. Onun üçün bura nə yazağın? Gətirib zamanın yerinə 2 yazağın. Bunun yerinə 2 yazanda yer dəyişmə olur. 3 vur 2 üstə gəlsin 2-nin kvadratı 4. Buradan da alırıq 10 metr. Düzdürmü? Onu da gətirib düsturda yerinə yazsaq, əvəzləyici qüvvəmiz 8, yer dəyişməmiz 10-dur. Bu da bizə 80 joule verəcək. Doğru cavabımız B variantı. 11 nömrəli sual, kütləsi 8 kiloqram olan və yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cismin sürət zaman tənliyi Vx bərabərdir 10-3t şəklindədir. 4 saniyə ərzində sürtünmə qüvvəsinin gördüyü iş. Deməli, gördüyümüz kimi buna yalnız sürtünmə qüvvəsi təsirdir. Əvəzləyici qüvvənin gördüyü iş demişik ki, kinetik enerjinin dəyişməsidir. Bu da son kinetik enerji çıxılsın başlanğıc kinetik enerjidir. Son kinetik enerjinin yerinə mv kvadratı bölü 2 çıxılsın başlanğıc kinetik enerjinin yerinə mv0 kvadratı bölü 2 yazırıq. Buradan da m bölü 2-ni mötərizə xaricində çıxardanda v kvadratı çıx, v0 kvadrat alınır. Gördüyümüz kimi bu cisimə yalnız sürtünmə qüvvəsi təsirdir. Onda elə bu ifadə nəyə bərabər olacaq? Sürtünmə qüvvəsinin işinə bərabər olacaqdır. Gördüyümüz kimi müəllimlər bu v bərabərdir. v0 minus at-nidir. Buradan biz görürük ki, bizim başlanğıc sürətimiz 10 metr bölünsün saniyədir. Gətirib zamanın yerinə burada 4 yazsaq, nə alırıq? V bərabərdir. 10 çıxılsın, 3 vur 4, 12. Yəni biz buna modulca baxaq. Deməli, sürəti sonra olur 2 metr bölünsün saniyə. Yəni yavaşlayan hərəkətdir də, düzdürmü? Gətirib burada yerinə yazsaq, kütləmiz 8 bölü 2 vurulsun. Son sürət 2 kvadratı 4 çıxılsın. V0 deməli 10'dur, kvadratı 100'dür. Buradan 8 bölü 2 4 vurulsun. 96 özdə mənfi. Buradan da nə alırıq biz? Mənfi 384 joule alırıq. Doğru cavabımız B variantı. 12 nömrəli sual, cismə təsir edən əvəzləyici qüvvə mənfi iş görürsə, cismin getdiyi yolun zamandan asılılıq qrafiki hansıdır? Deməli, əziz müəllimlər, əvəzləyici qüvvənin işi F əvəzləyici vurulsun S-dir. Yəni, əvəzləyici qüvvənin işi yer dəyişmə ilə düz mütənasib asıldır. Yavaşlayırsa, elə yer dəyişmənin qrafiki necədirsə, əvəzləyici qüvvənin də işinin zamandan asılı qrafiki olacaq və yaxud yavaşlayırsa, yəni belə düşünək ümumiyyətlə, mən başqa bir sualla qarışdırdım bunu. Deyir, əvəzləyici qüvvə mənfi iş görər. Bu daha da sadədir. Deməli, əvəzləyici qüvvə mənfi iş görürsə, bu necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkət burada baxın D variantına göstərilib. Yəni fərqli sual tipi də var. Onunla qarışdırdım bunu. Elə bildim o sualdır. 13 nömrəli suala baxaq. Deyir, cismin impulsunun sürətindən asılılıq qrafiki verilib. Cismin sürətini 5 metr böl saniyədən 10 metr böl saniyəyə qədər artırmaq üçün görülən işi hesabla. Deməli, yenə də müəllimlər biz bayaqki ifadəyə görə gedə bilərik ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsidir. Bu da nə idi? Son kinetik enerji çıxılsın başlanğıc kinetik enerjidir. Onda buradan A əvəzləyici bərabərdir. Son kinetik enerjinin yerinə P kvadratı bölünsün 2. Burada V ilə verib, biraz da rahat. Deməli, belə eləyərək PV bölü 2 ilə yazaram. PV bölünsün 2 çıxılsın. Başlanğıc kinetik enerjinin yerinə də P0, V0 bölünsün 2 yazaram. Baxın, bu ifadədən istifadə edə bilərik. Buradan da A deməli əvəzləyici bərabərdir. Məsələn, sonuna baxağın. Gördüyümüz kimi son impuls 200, son sürət isə 10'dur. Onda yazıram 200 vurulsun 10 bölünsün 2 çıxılsın. Deməli, bax, burada nəyə bərabərdir? Impuls 100, sürəti isə 5'dir. Onda yazacağım 100 vurulsun 5 bölünsün 2. Bu da bərabərdir. 210'a vuranda 2000, 2'ye böləndə 1000'dir. Çıxılsın 250. Buradan da alırıq biz 750 joule. Əziz müəllimlər,
Biraz yorğunçuluqdur. Saat 12-nin yarısıdır bu vaxt çəkirəm videonu. Ola bilər ki, nəsə gözümdən qaçsın. Bunu məqbul sayarsınız, üzülü sayarsınız. 14 nömrəli sualda bizə nə deyir? Fayda iş əmsalı 40%, uzunluğu 6 metr, hündürlüyü 4 metr olan mali müstəvi boyunca 6 kilogram kütləli yük bərabər sürətlə yuxarı qaldırılır. Yükü də artan qüvvəni hesablayın. Deməli, müəllimlər nə edəyək? Fayda iş əmsalının üstünü yazalım. Faydalı iş əmsalı, faydalı işin deməli tam işə nisbətinin faizlə ifadəsidir. Yəni vurulsun 100%-dir. Deməli, yükü müəyyən bir hündürlüyə qaldırır fikir verirsinizsə, əgər cisim, yəni yük müəyyən bir hündürlüyə qaldırılırsa, faydalı iş hər zaman MGH-a bərabər olur. Tam işimiz isə burada. Fikir verirsə uzunluğu 6 metr olan mali müstəvi boyunca. Tam işimiz isə F vurulsun L olacaq. Gətirib onda. Bax, gəlin burada elə belə mən onu bir növ göstərim sizə, nə demək istəyirəm deyə. Bax, bura H-dır, bura L-dir, düzdürmü? Burada da bir cisim var. Bu cismi müəyyən bir F qüvvəsinin təsiri ilə mən L qədər mali müstəvi boyunca aparıram. Yəni burada mənim tam işim F vurulsun L-ə bərabərdir. Amma faydalı işim mən bir cismi müəyyən qədər hündürlüyə qaldıram axı. Ona görə faydalı işim MGH olacaq. Gətirib bura yazsaq, eta bərabərdir. Faydalı işimiz olsun MGH. Gəlin istəsəniz elə bir növ kənarda tapalım, ya da yox yazdım da. Deməli MGH bölünsün F vurulsun L vurulsun 100%. Verilən qiymətləri yerinə yazaq. Etamız 40%-dir. 40 bərabərdir. Deməli M-in qiyməti nə qədərdir? 6-dır, J 10-dur, H 4-dür. Bölünsün F vurulsun, uzunluq 6 metrdir, vurulsun 100. Deməli biz nə alırıq buradan? Bu 6-nı buradan ixtisar eləyirəm. 6-nı ixtisar eləyirəm. Çünki kütlə də 6 idi, uzunluqda bu gedir. Buradan mən alıram ki, bax 1-0 da buranın ixtisar eləyirəm. Alıram ki 4F bərabərdir. Deməli 4 vurun 40, 10 da ona vuranda 400-ə. Deməli F buradan alınacaq, F buradan 100 Newton alınacaq. Doğru cavabımız Y variantı. 15 nömrəli sualımıza baxaq. Deməli, əzməlimlər bizə 15 nömrəli sualda deyir ki, kütləsi 20 kilogram olan cisim bloklar sistemi vasitəsilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucuna tətbiq olunan qüvvənin qiyməti 200 Newtonlarsa, deməli blokun faydalı iş əmsalını hesablayın. İlk öncə baxalım bu bloklar sistemi qüvvədə nə qədər qazanc verir. Bura F-dirsə, avtomatik olaraq burada F-dir, burada F-dir, buralarda F-dir, düzdür? Bax, buralarda F-dir. Onda bu bloka baxsam, yuxarı 2F var, onda burada 2F-dir. İndi baxıram bu yükə, yükü yuxarı doğru dartan qüvvələr, taraza saxlayan qüvvələr F, 2F və F-dir. Yuxarı doğru bu 4F-dir. Aşağıda MG var. Deməli buradan 4F bərabərdir MG-yə. F-i də alıram ki, MG bölünsün 4. Deməli bu bloklar sistemi qüvvədə 4 dəfə qazanc verir. Və faydalı iş əmsalı üçün belə bir düstur yazacağam mən. MG bölünsün 4F vurulsun 100%. Bax bu MG böl F hissəsi həmişə var. Bəs 4 nədir? Burada qiymət nədir? Bu qazancdır. Məsələn bu 2 dəfə qazanc verən olsaydı, bura 2 yazardım. 10 dəfə qazanc verirsə, bura 10F yazaram. Yəni MG böl F hissəsi yerində qalır. Bu qiymət isə bunun qazancıdır. Vəsə qiymətləri yerinə yaza bilərik. Buradan eta bərabərdir. M-im deməli 20-dir. J 10-dur. Bölünsün 4 vurulsun. F-imiz də 200-dür. Bu 200 gedir, vurulsun. Burada 100-ümüz var. 100-ü də 4-ə böləndə olacaq. 25%. 16 nömrəli sualda deyir ki, sabit gücə malik mühərriki olan avtomobilin sürətinin modulunu, deməli sürətin modulu 4 dəfə azalarsa, dartı qüvvəsi necə dəyişər? Deməli, düsturumuzu çıxardaq. M bərabərdir A bölünsün T-dir. Burada A-nın yerinə F vurulsun S yazaram, bölünsün T. Burada S böl T nisbəti bizə V-ni verər. Onda buradan gücümüz olacaqdır. F burada dartı qüvvəsidir, vurulsun V.
Deməli, biz buradan dartı qüvvəsini təyin etsək, alacağıq ki, M bölünsün V. Sabit gücə malik mühərrik dediyinə görə gücün qiyməti dəyişmir. Gördüyümüz kimi dartı qüvvəsi sürətlə tərs mütənasib şəkildə asılıdır. Biz sürəti 4 dəfə azatsaq, dartı qüvvəmiz 4 dəfə artacaq. Yəni doğru cavabımız B variantı. Deməli, müəllimlər davam eləyək. 17 nömrəli sualda deyir ki, maili müstəvinin uzunluğu 3 metr, hündürlüyü 0,5 metrdir. Cismin kütləsi 0,6 kiloqram olarsa, maili müstəvinin faydalı iş əmsalını hesablayın. Deməli, bax ki, formada hesablaya bilərik ki, eta bərabərdir, A faydalı bölü atan vur 100%dir. Faydalı işin yerinə MJH yazmışdıq, tam işin yerinə F vur L yazmışdıq, vurulsun 100%. İndi buradan bərabərdir, M-imiz deməli 0,6-dır, vurulsun nə qədərdir bu? 0,6 vurulsun J 10 vurulsun H-ımız H-ı təyin etməliyik burada. H-ımız da var ki, hündürlüyü bunun 0,5'dir. Uzunluğu da 0,5 metr, uzunluğumuz da 3 metrdir. Getib yerinə yazaram. H deməli oldu buradan 0,5 bölünsün qüvvəmiz 2 Newtondur. Vurulsun uzunluq da nə qədərdir? 3'dür. Deməli buradan nə alarıq biz? Bir də vurulsun 100%'miz var. Bunu unutmayaq. Bu da bərabərdir. 0,6'nı 10'a vursam, deməli 6, 6'nı 0,5'e vursam 3. Burada alınan 3 ilə bu 3 ixtisar gedir. Qalır 2'də 1 vurulsun 100. Bu da bizə verəcək 50%. Yəni doğru cavabımız B variantı. 18 nömrəli sual. Kütləsi 4 kiloqram olan cismin 25 metrlikdən düşərək yerə dəyir və 15 metr hündürlüyə qalxır. Ağırlıq qüvvəsinin işi. Biz bilirik ki, ağırlıq qüvvəsi konservativ qüvvədir və konservativ qüvvələrin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabər olur. Əslində dəyişmə son çıx başlanğıcdır. Qarşıdakı mənfiyə görə başlanğıc potensial enerjidən son potensial enerjini çıxırıq. Bu da başlanğıc potensial enerjinin yerinə MJH1 yazıram. Çıxılsın son potensial enerjinin yerinə MJH2 yazıram. Buradan da müəllimlər deməli MJ vurulsun H1 minus H2 alınacaqdır. Burada onda ağırlıq qüvvəsinin işi bərabərdir. Kütlə 4, J10, H1 25, çıxılsın H2 15. Buradan da nə alınır? 400 joule alınır. Doğru cavabımız A variantı. 19 nömrəli sual. Cisim BCDY trayektoriyası üzrə hərəkət edir. BC hissəsində ağırlıq qüvvəsinin gördüyü iş A olmuşdur. Bax, burada görülən iş A'dır. Bütün yolda hərəkət zamanı ağırlıq qüvvəsinin işi nəyə bərabərdir? Baxın, cisim BCD trayektoriyasına gəlir. Tutaq ki, cisim gəldi, çatdı bura. Bu CD hissəsinə çatanda istiqamət belədir. Buna da aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Yəni burada qüvvə hərəkətə perpendikulyar olduğuna görə burada bu CD hissəsində nə eləmir? İş görmür. İşi deməli harda görür? Bir BC hissəsində görür. Bir A qədər. Şərtdə elə deyir. Bir də bu D, Y hissəsində iş görür. Düzdürmü? İndi necə təyin edirəm? Fikir verirsinizsə bu L-də A işini görüb. Onda D-Y hissəsində nə qədərdir? 4L-dir. Düzdürmü? Onda bizdən nəyə soruşur belə? Bu bütün yolda. Bütün yolda dediyimiz nə qədərdir? Bu 4L hissədə iş görmür. Yalnız bu L-lə buradakı 4L hissədə iş görür. Yəni ümumilikdə 5L-də görülən işə də X düşəcək. Düzdürmü? Çünki baxın, L hissədə A işini görüb, onda 5L-də X işini görəcək. Buradan çarpaz vursaq, LX bərabərdir 5L vurulsun A-ya. Buradan L-lər ixtisar gedir. Deməli, X nəyə bərabərdir? 5A-ya bərabərdir. Doğru cavabımız B variantı. 20 nömrəli sual. Sükunətdəki 5 kiloqram kütləli cismə eyni anda F1 və F2 qüvvələri təsir etməyə başlayır. İlk 10 saniyə ərzində bu qüvvələrin əvəzləyicisinin cisim üzərində gördüyü işi hesablayındır. Əvəzləyici qüvvənin gördüyü iş F əvəzləyici vurulsun S-dir. Deməli, biz əvəzləyici qüvvəni də tapmalıyıq, S-i də tapmalıyıq. Bunu biz necə təyin edərik? Deməli, əvəzləyici qüvvəni tapmaq üçün mən yazıram F əvəzləyici bərabərdir M vurulsun A. Düzdürmü? İndi
Burada əvəzləyici qüvvəni rahat tapa bilirəm. Niyə? Çünki bu cismə tətbiq olunan qüvvələr perpendikulyar yönəlir. Perpendikulyar hərəkətdə biz əvəzləyici qüvvəni tapanda yazırıq kökün altında f1 kvadratı üstəgəl f2 kvadrat. Yəni 3-ün kvadratı üstəgəl 4-ün kvadratı. Bu da kökdə 25, bundan nə çıxır? 5 Newton çıxır. Mən əvəzləyici qüvvəni bilirəm. İndi yer dəyişməsini tapmalıyam. Burada sükunətdəki deyir, ona görə başlanğıc sürət 0-dır. Və sükunət vəziyyətindən hərəkətə başlayan bir cismin getdiyi yol AT kvadratı bölünsün 2 ilə tapılır. Mənim təcile ehtiyacım var. Təcil də baxın bu ifadədən tapa bilərəm ki, A bərabərdir F əvəzləyici bölünsün M. Əvəzləyici qüvvəm 5-dir, cismin kütləsi də 5-dir. Deməli təcil 1 metr bölünsün saniyə kvadratıdır. Gətirib burada yerinə yazsam S bərabərdir təcil 1 zaman 10 deyir kvadratı 100 bölünsün 2. Buradan nə alıram? 50 metr alıram. Gətirib burada yerinə yazaram. Əvəzləyici qüvvəmi 5 tapmışdım. Yer dəyişməndə 50 metr tapdım. Onda əvəzləyici qüvvənin işi 250 joule olacaqdır. Doğru cavabımız A variantıdır. 21 nömrəli sual. X oxu boyunca hərəkət edən 4 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik verilib. Qrafikə əsasən əvəzləyici qüvvənin 10 saniyə ərzində gördüyü işin neçə kilojol olduğunu hesablayın. Bunu da kinetik enerji haqqında teoremdən istifadə edə bilərik ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsidir. Artıq bunu birbaşa yazacağım ki, m bölü 2 vurulsun, v kvadrata çıxılsın, v0 kvadrat. Baxıram ki, bunun başlanğıcda sürəti 20-dir, 10-cu saniyənin sonunda sürəti 30-dur. Onda yazıram ki, kütlə 4 bölünsün 2 vurulsun. Son sürət 30'un kvadratı 900 çıxılsın başlanğıc sürət 20 kvadratı 400. Buradan da nə alınır? 1000 joule alınır. Bu da bizə 1 kilojolu verəcəkdir. Doğru cavabımız C variantı. 22 nömrəli sual. X oxu boyunca düz xəttlə hərəkət edən cismin kinetik enerjisinin koordinatdan asılılıq qrafiki verilib. Cismə təsir edən qüvvənin modulunu hesabla. Deməli biz bunu necə tapa bilərik? Yenə də əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsidir. Bu da son kinetik enerji çıxılsın başlanğıc kinetik enerjidir. Baxıram ki, bunun son kinetik enerjisi 80 joule, başlanğıcda 20'dir. Yəni 80 çıxılsın 20 bizə verir 60 joule. Yəni əvəzləyici qüvvənin gördüyü iş 60 jouledur. Əvəzləyici qüvvənin işin yerinə isə yazacağım F əvəzləyici vurulsun S bərabərdir 60'a. Buradan da F əvəzləyici vurulsun. Fikir verirsinizsə, kinetik enerjisi 20'dən 80'a qalxana qədər bunun koordinatı 5 metrdir. Yəni yer dəyişməsi 5 metrdir. Vurulsun 5 bərabərdir 60'a. Buradan da əvəzləyici qüvvə 60 bölünsün 5'dən 12 Newton alınır. Doğru cavabımız A variantı. 23 nömrəli sual. Hansı qrafik mühərrikin gücünün sabit qiymətində cismin sürətinin dartı qüvvəsinin asıllığına uyğundur? Bayaq çıxartmışdıq bu düsturu. N bərabərdir F dartı vurulsun V idi. Biz buradan V'ni tapanda N bölünsün F dartıdır. Burada gücün qiyməti dəyişmir. Onda sürət dartı qüvvəsi ilə tərs mütənasib şəkildə asılıdır. 24 nömrəli sual. Kütləsi 1000 kiloqram olan avtomobil üfüqi yolda 54 km/saat sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Təkərlə yol arasındakı sürtünmə əmsalı 0.2 olarsa avtomobilin mühərrikinin gücünü kilovatla hesablayın. Deməli biz bayaq hansı düsturu öyrəndik? N bərabərdir F dartı vurulsun V düsturunu öyrəndik. Düzdürmü? Və düz xəttli bərabər sürətli hərəkətdə demişik ki, dartı qüvvəsi ilə sürtünmə qüvvəsinə bərabərdir. İndi gəlin biz sürtünmə qüvvəsini tapaq. Üfüqi səthdə sürtünmə qüvvəsi μ mg ilə tapılır. M-nin qiyməti 0.2, M-in qiyməti 1000, J-nin də qiyməti 10. Buradan nə alınır? 2000 Newton alınır. Düzdürmü? Və dedik ki, dartı da sürtünməyə bərabərdir. Sürtünmə 2000 isə avtomatik olaraq dartı qüvvəsi də 2000 Newtona bərabərdir. Onda buradan alarıq ki, M bərabərdir. Dartı qüvvəmiz 2000 vurulsun. Sürət 54 km/saatdır. Gəlin bunu metr/saniyə keçək. Onun üçün 54'ü vururuq 18'də 5'ə. Bu da bizə nə verəcək? 15 metr/saniyəni verəcək. Vurulsun 15. Buradan da mı alırım? 30.000. O da bizə 30 kilovatı verəcək. Doğru cavabımız D variantı. Və 25 nömrəli sual. 30 Newton dartı qüvvəsinin təsiri altında düz xətlə hərəkət edən
3 kiloqram kütləli cismin yer dəyişməsinin zamandan asılılıq qrafiki verilib. İlk 3 saniyə ərzində sürtünmə qüvvəsinin işini tapın. Fikir verirsinizsə, cisim yavaşlayır x-ox istiqamətində, gəlib 3-cü saniyənin sonunda dayanır, olur sürəti 0, sonra başlayır yeyinləşməyə. Yəni bu nöqtədə istiqamətini dəyişir. Sürtünmə qüvvəsinin işi isə A sürtünmə bərabərdir, mənfi F sürtünmə vurulsun S-dir. İndi mən bunun ilk 3 saniyədə yer dəyişməsini bilirəm. 9 metrdir. Bu 9 metrdir. Nəyi bilmirəm? Sürtünmə qüvvəsini bilmirəm. Bunu necə tapacağam? İlk 3 saniyədə bu cisim necə hərəkət edir? Yavaşlayan. Yavaşlayan hərəkətdə sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür. Newtonun ikinci qanunu yazıram ki, sürtünmə qüvvəsindən dartı qüvvəsini çıxıb bərabər edəcəm m-aya. Düzdürmü? İndi sürtünmə qüvvəsini bilmirəm. Çıxılsın dartı qüvvəmi şərtdə fikir versiniz 34 Newton verib bərabərdir kütlə 3 təcil. Təcil necə tapa bilərik? Həm başlanğıc sürəti 0 olan, həm də son sürəti 0 olan hal üçün biz S-i AT kvadratı bölü 2 ilə tapa bilərik. Buradan da biz A-nı təyin etsək, olacaq 2S bölünsün T kvadrat. Bu da 2 vurulsun, S-imiz 9 bölünsün. Keçən zaman 3 kvadratı 9. Bunlar getdi. Təcil bizə 2 metr bölünsün saniyə kvadratı oldu. Gətirib buraya yazıram ki, vurulsun 2. Buradan sürtünmə qüvvəsi nəyə bərabər olur? Buradan sürtünmə qüvvəsi bərabər olur 34 plus 6-dan 40 Newton. Düzdürmü? Onda bunu da yerinə 40 yazanda mənfi 40 vurulsun 9 mənfi 360 joule olacaq. Doğru cavabımız Y variantı. Belə əziz müəllimlər, mexaniki iş güc mövzusunda testlərini bitirdik. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olmuş olar. Sabah isə mexaniki rəqslər və dalğalar mövzusuna aid olan test tapşırıqlarının izahını inşallah sizlərlə bölüşəcəm. Belə əziz müəllimlər, gecəniz xeyrə qalsın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.